Elə uşaqlardan danışmışkən 7 yaşlı Rüstəm bəyi də bura dəvət edim. Rüstəm bəy gəlsin Narınc xalasının yanına və görək Narınc xala bu dəfə hansı möcüzələr yaradıb. Gəlin görək, gəlin. Valla mən bu yaşıl başları gördükcə ürəyim də yaşıllanır. Dünyamız təki həmişə bax belə sağlam olsun, yaşıllıq olsun. COP29-dan sonra da əlaqəsi yoxdur amma deyəcəm, yaşılı ümumiyyətlə çox sevirəm. Çünki sağlam mühitdir və mən hər kəsə bu cür baş arzuluyuram. Sakit və rahat baş. Bir videonu görək, sonra balamı bura dəvət edim, çünki xatırlamalıyıq. Bir neçə yerə. Amma nəticə göz qabağındadır da, yəni 5 yaşından da özün aşağı aparır. Hə, 5-dən də, yəni 2 il deyil, çox gerilik var. Yəni 4 yaşında bu tək-tək cümlə qurmağa başlayır. Nə zamandan siz hiss elədiniz ki, nəsə? 2 yaşından Lalə xanım bu tək-tək sözlər dedi, cümləni heç cürə qurmadı. Deyirdi, qurmadı. Özüm, məsələn, məndən kənarda yatmır, mən gərək hara gedək, məndən gedək. O qorxu hissindən Hə, qorxu hissi də var. Onu qoruyur. Oxuması yox, kitab görən kimi ağlayır, məktəbə getmirəm, ağlayır, məktəbdə problemimiz çox olur, yaradır, getmək istəmir deyə. Heç kimlə danışmaq, bax görürsünüz, çətinlik çəkir, yəni kontakta az girir, yəni demək olar ki, girmir. Aşırı hərif qusur. İnanırsınız Lalə xanım, onunla bərabər, mən özüm onunla bərabər demək olar xəstəlik tapmışam. Hər halda məktəbə gedir, daha çətin deyil. Gedir, amma bu ümumiyyətlə də summativlərin heç birini yazmır. Qavrayır mı heç olmasa hərif görür? Yox. Bizi hərflər tək-tək bilir, amma oxuması yoxdur. Toplamanı bilmir. Adicə, məsələn, məktəbə qədər toplamanı bilmir. Tamam. Tamam. Orada dediyim kimi tamam. Həqiqətən biz orada tamam dedik və işə başladı. Və ada baxın, Rüstəm bəy. Rüstəm bəy nə qədər özgüvənli olmalıdır, deyilmi? Rüstəm bəy gəlib, ay dostlar. Özündən böyük çiçəklərlə. Ay, necə gözəl. Hansını mənə verirsən, hansını Narınc xalıya? Bunu mənə verirsən. Çox sağ ol, çox minnətdaram. Onu da Narınc xalıya bir görüşəyək. Niyə gəlsən? Oh. Anası gözü. Aha. Buyurun, növbəti xına yaxdı mərasimi. Narınc xanım gəlibsə, xına yaxdıdır. Çünki hər kəsə... Ağzın şirin olsun. Əlimi də bir sıxıb ki, kişəli. Söhbət eləyək, əl sıxmaqla canını qutara bilməyəcəksən. Gəl bura, gəl bura. Getdin, mən sənə demişdim, gedərsən Narınc xalagilin yanına, Sumqayıta. Getdin mi? Hə. Getdin, əla. Rüstəm bəy, orada sənə nə etdilər? İynə vurdular. Yox. Bəs nə etdilər? Gücləndirdilər, yaddaşını artırdılar, diqqətini düzəltdilər. Oxumağı yazmağı öyrənmişsən? Hə, öyrənmişəm. Öyrənmişsən? Bəs üstə gəlməni, çıxmanı? Bilirəm. Bilirsən. Məsələn, 2-nin üstünə 3 gəlsən nə qədər edər? 2, üstə gəl, 3. 5. 5 edər, nə gözəl. Yaxşı, 5-in üstünə 2 gəlsən nə qədər edər? 7. Ay, çox gözəl. İndi axırıncı dəfə 7-nin də üstünə 3 gəl. 10. Ay, mən sənə 10-onluq bal üzündən 10 verərəm ancaq. Bravo sənə. Anası, gözün aydın olsun. Hər kəs salamlayıram. Çox sağ olun Lalə xanım. Təşəkkür edirəm sizə, Narınc xanıma. Get payla hanım, get. Doğrudan da biz möcüzə yaşadıq həqiqətən. Rüstəm oxumurdu, Rüstəm yazmırdı. Yadındadır, deyilmi? Mən keçmişdən çox danışmayacağım, çünki xatırlatdıq videoyla. Amma sən deyirdin ki, mən özüm də xəstə düşmüşəm sanki, psixoloji. Valla, inarsız məni doktor əməliyyat yazmışdı. Yəni o yerə çatmışdıq da. Amma Rüstəm seanslara getdikcə mən də irəli gəldim. Həkimə getmişəm o gün. Həkim deyir ki, vəziyyət stabil olaraq qalır da. O qədər sevinirəm ki, o qədər dua edirəm ki, onkoloji O da stresdə, Rüstəmdən sonra tapmışdım xəstəlik. Amma çox təşəkkür edirəm sizə, Narınc xanıma. Rüstəmə o qədər kömək oldu ki, Rüstəm oxuyur indi, ağlamadan imla yazır, toplayır. Divarlarda gəzmir ki? Yox. Sakitcə, rahat anasının yanında. Əksinə ayrı gəzmirdi. Məndən ayrı gəzmirdi. İndi mənə deyir ki, gedirəm mən parka, gedirəm mən mağazaya, sən getmə məndən. Özgüvən gəlir. Çox özgüvənli olub, uşaqlarla oynayır. Hətta ilk gələndə sizə arxasını çevirib danışırdı. Yadımda. İndi deyir ki, mən Lalə xalanı da, Narınc xalanı da deyir, çox sevirəm. Sağ olsun mənim ağıllı balam. Doğrudan da
Çox gözəl kollektiv var Narınc xanımın. Bir söz Sumqayıt deyəcəm. filialı. Siz 100 il 100 ilə qala bunu evdə heç cür dəyişə bilməzdiniz. Özünüz də Düzdür. bilirsiniz, Bəli, deyil mi? bəli, Nə bəli. qədər demisiniz, Bəli, mübariz, amma bəli. bacarmadınız. Narınc xanım bizə desin ki, bunu necə bacarıbdı. Bir daha təbrik və təşəkkür. Valla Bəli, insan sonsuz sevinir təşəkkür yəni, edirəm. insan çox Allah sevinir o razı olsun uşaqların Narınc yerinə. xanımdan. Bir balamız İlahi ki hanım. həyata qayıdır. O artıq 2-ci sinfi bitirirdi bu il. Yəni düşünün bizim həyatımız kəsişməsəydi, burada Bəli. olmasaydı Rüstəm bəyimiz 3-cü sinif, Çox 4-cü doğru. sinif sonra nə olacaqdı? Yaşları doğru. təzyiq eləyəcəkdi, arxa sırada oturan bir uşaq olacaqdı. Bugün isə özgüvənli, maşallah. Bəli. Artıq anası ilə bir yerdə yatmır. Artıq anasına özü bu uşaq 4 yaşında danışmış uşaqdır. Və mən həmişə valideynlərə bildirirəm. Bəzən valideynlər arxain olur. Ay əmsi 7 yaşında danışıb, bibisi 3 yaşında danışıb. Biz arxain oturub gözləyək ki 5 yaşında danışacaq. Gec danışma uşaqlarda artıq yaddaşına da, diqqətinə də, Təsir edir, qavramasına da təsir bir eləyir. mənalı. 4 yaşında danışsa belə Bəs nə iş çıxarmaq gördük ki bilmir. biz burada? Biz nə etdik? Burada kompleks terapiya elədik. Həm psixoloqla özgüvənin qaldırdıq, qorxusunu aradan qaldırdıq. Əla. Qavranma, kognitiv tapşırıqlar Pillə-pillə işlədik. hamısını əla. Aparatla necə deyirlər, Mükəmməldir. sürətini artırdıq beyninin. Məsələn, betası 4-lərdə idi, 22-26 olmalı idi. İndi artıq 23-dür. 23-ə çatıb yaşıldır, normativ aralığındadır. Məsələn, SMR dalğası 7 idi, normalda 15-dən yuxarı olmalıdır, 2 dəfə aşağı idi. O da artıq 14-dür. Yəni demək olar ki, 15 sayılır, Əla. hamısı gözəldir. Yəni çox beyin yatmış şəkildə idi, lənc şəkildə idi və biz prorabıq düşünün. Mənə nə fəhlə versən, psixoloqla qapıda nə fəhlə versən, o onunla ev tikəcək. Sən zəif fəhlə versən, beyin zəifdirsə, yazıq bu prorab belə əla bir prorab olsa belə, bu ev necə tiksin? Alınmayacaq, Fəhləsindən doğru. asılıdır. Doğru. Bu möcüzəvi aparatlarımızın gücü odur ki, biz o fəhlələrin gücünü artırırıq Doğru. və daha güclü olan zaman artıq psixoloqla qapıda nə verirsə, nə ötürürsə, artıq o effekti ala bilirik uşaqlarda. Ona görə də stimulə edirik beynini və avtomatik inkişaf qabağa gedir. Psixoloqla qapıdan 3 aya, əvvəllər 6 aya, 8 aya aldığımız nəticəni indi 2 aya, 1 aya ala bilirik. Çox gözəl. Və şükürlər olsun ki, baxın bu göstəricidən bu nöqtəyə gəlib çatdıq. Biz Rüstəm bəyinə, Rüstəm bəyin üzü gülsün. Maşallah artıq üzdən oxuyur. 2-ci sinif idi, elə oxuya bilmirdi. Əsas nədir Narınc xanım? Əsas odur ki, biz demirik, biz göstəririk və hər kəs də görür. Gəl bu cümləni bir əldə oxu, test eləyir, çıx get, gəl Ondan bura. da keç. Bax bu cümləni oxu, baba. 7 yaşlı yandaş zəfiliyindən Bravo. Hərifi bilməyən uşaq çəkən qorxusu çox olan gerisini oxumasan Çox da olan olar. Rüstəm bəy artıq qalib gəlir. Tamamilə dəyişibdir Narınc Çəkələr xalasını. Rüstəm bəy. Aferin sənə. Üzün həmişə gülsün. Müalicələri, seansları Bəli, nəticəsində. hər kəs gəlsin Bir daha. Narınc xanımın filiallarına. Gəlsinlər. Doğrudan deyim, Gülsün, çox hər gözəl zaman. müəllimələr var. Həmişə sağlam olun, ayaq Sağ üstə olun. qalın, Rüstəm Allah bəyin razı yanında olsun. olun Sizdən inşallah. Havası gəlsin ki, mənim də xına yaxdılarımın sayı çox olsun. Sağ olun, təşəkkür edirəm. Narınc xanım, minnətdaram bir daha bu gözəl nəticə üçün. Yenə deyirəm, hər kəs izləyir, hər kəs görür və hər şey göz önündədir. Təbii ki, bunu da biz sizə deməklə yanaşı göstəririk.